Saçlarınız tökülür, bəlkə də bunun səbəbi genetik deyil. Məsələn, istifadə etdiyimiz məhsullar, yanlış şampun seçimləri, stress, yuxusuzluq, vitamin çatışmazlığı, xlorlu sular, boyalar, bütün bunlar saç tökülməsinə səbəb olan əsas faktorlar siyahısındadır. Amma mən bu gün sizə saç tökülməsinə səbəb olan yanlış məhsul seçimlərindən danışacağam. Yəni şampun, balzam alarkən hansı məhsulları seçməliyik, onların tərkibləri necə olmalıdır? Bu barədə ətraflı video hazırlamışam və videomuzun sonunda sizə hansı məhsulu istifadə edirəm, bu barədə də məlumat verəcəm. Diqqətiniz məndə olsun. Düzgün şampun seçimi necə olmalıdır? İlk növbədə siz şampun alarkən onun sulfatsız olmasına diqqət eləməlisiniz. Çünki sulfat maddəsi saç diblərini qurudaraq zamanla saç tökülməsinə səbəb olan əsas faktorlar siyahısındadır. Bundan başqa məhsul alarkən tərkibinin təbii olmasına mütləq fikir verin. Çünki təbii tərkibli məhsullar saç diblərində olan qan dövranını yaxşılaşdıraraq saç tökülməsinin qarşısını alır. Daha sonra paraben və silikon tərkibli məhsullardan da uzaq durmalısınız. Çünki bu məhsullar ilkin istifadə zamanı saçlarımıza süni canlılıq versə də sonradan saç tökülməsinə səbəb olur və tərkibində vitamin, mineral olan məhsullara üstünlük verir. Məsələn, tərkibində B6 vitamini, sink maddəsi, yaxud da ki, niasinamid olan məhsullar saç tökülməsinin qarşısını alır. Bəs hansı məhsullardan istifadə edə bilərik deyə soruşursunuzsa, sizə Ivraşe markasının saç tökülməsinə qarşı olan Anti-Shoot seriyasını tövsiyə edəcəm. Deməli, bu məhsulların 99% təbii tərkiblidir. Tərkibində silikon, sulfat, paraben tipli saç diblərinə, saçımıza mənfi təsir göstərən maddələr yoxdur. Məhsulların tərkibi tam təbii olduğu üçün saç tökülməsinin qarşısını alır. Məhsulların tərkibində olan B6 vitamini, niasinamid, sink maddəsi, həmçinin acıpaxla bitkisi və agava bitkisinin ekstraktları da saç tökülməsinin qarşısını alaraq saçlarımızın daha da canlanmasına səbəb olur. Anti-Shoot seriyasına aid olan məhsullarda deməli şampun və balzamın istifadə qaydası bildiyiniz şampun və balzamda olduğu kimidir. Amma mən sizə bu günləri Anti-Shoot seriyasına aid olan zərdab haqqında daha ətraflı məlumat vermək istəyirəm. Deməli, bu seriyaya aid olan zərdabın içərisində məhsul ampula formasında yerləşdirilib və bir ampula 4 dozada, yəni 4 dəfə istifadə üçün nəzərdə tutulub. Siz ampulanı qırdıqdan sonra 1/4 hissəsini götürüb saç diblərinizə vurun və barmaqlarınızla yaxşıca masaj eləyin və bildirin ki, məhsulu istifadə elədikdən sonra durulamağa ehtiyac yoxdur. Bu məhsulları siz kompleks şəklində istifadə eləsəniz, yəni zərdabı, şampunu və balzamı, özünüzdə saçınızdakı dəyişikliyi hiss eləyəcəksiniz. Ivraşenin saç tökülməsinə qarşı olan Anti-Shoot seriyasını siz Ivraşenin bütün filiallarından əldə edə bilərsiniz. Məhsullarla bağlı suallarınız olarsa şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək. Hələlik.